Yallah, salam aleykum hörmətli izləyicilər. Abşeron rayon Saray qəsəbəsində sənəd 430 kvadratda 2 mərtəbə. Demək olar ki, yüksək səviyyədə geniş şəkildə bir dənə geniş otaqlara malik 5 otaqlı sənə bir dənə villa təqdim edirəm. 10 sotun içindədir, bağ evidir. Bax, həyətində ablisovkaları görürsən. Yəni qupqa zat deyil də, yəni adam şəxsi tikili, özü üçün tikib, birin birə də fundamentidir. Bax, o tərəfdə də ablisovkalar yerləşir. Videoya sonra kimi bax, qiymət 220 min manat. Bağ evi, güllü çiçəkli, bağçalı, 10 tonluq su çəninə kimi. Hər bir şey, bütün obstanovka bu evdə gözlənilib. Həyət üçün bax, gecə üçün plafon işıqlarına kimi. Sizə tam ətraflı evi sizə təqdim edirik. Baxın, hörmətli izləyicilər, evin 430 kvadrat olmağını bir dənə yan dövrəsindən göstərəcəm ki, yəni, necə deyərlər, farkına var ki, bu ev nə genişliyindədir. Bax, bax, evə bax bir dənə. Bu evdə öyle imarətdir. Normal bildiyin 2 mərtəbə evlərdən deyil. Elə bu evin təkcə bir dənə zalı 80 kvadratdır. Bax, təkcə bir dənə zalı. Bu evin hələ bu gördüyün elə belə şeydir. Keçən evin altını göstərim əsas sizə. Hörmətli izləyicilər, deməli, bax, buradan keçid edirik evimizin yan dövrəsinə. Bax, burada bir daha hovuzun yeri var ha, amma. Düzdür, hovuz yeri deyil, amma istəsən bir dənə yarada bilərsən. Bu cekbotdur. Burada 10 tonluq su çənidir, burada da ki bağıdır. Yəni, daha nə göstərmək bağda, orada da toyuqca saxlayırlar. Deməli, hörmətli izləyicilər, gəlik, baba, buradan evin altına. Bax, bir dənə, evin altına bax, evin altına bax. Yəni, dəhşətdir də bura, dəhşət. Tərifə ehtiyacı olmayan bir dənə mənzərədir. Bax, evin altına bax, mətbəxdir, bax, burada, letmi. Super dizayndadır, baba, ideal. İndi keçirəm sizi, ayağın altda kafel metlaqdır ya. Keçə indi mən sizi tanış eləyəcəyəm, hələ evin içi ilə. Görmədiyiniz bir villa göstərirəm sizə. Gəl sənə burada qora üçün heyət bacada bax, xeyir şər qardaşlar, burada bir dənə sənə sanitar qovşağı göstərim. Yəni, bugünkü gündə belə bir dənə mənzərəli bağ evini sarayda harada tikiblər, harada görmüşsünüz. İndi bu videoya baxın, Vahid Əmlaşda görəcəksiniz. Deməli, mənim dəyərli izləyicilərim, Vahid Əmlaş səhifəsinin izləyiciləri, baxın, bir dənə bunun böyük bir dənə dəhlizi var ki, girişdən. Yəni, normalda çox insanların elə bir ki, mətbəxidir də, yəni. Ha, belə təsəvvür elə. Deməli, hörmətli izləyicilər, 80 kvadratlıq dediyimiz zal budur. Və nəzərinizə çatdırım ki, ev tam əşyalı, bir dənə bu stoldan, bir dənə də yuxarıda kondisionerdən başqa qalan nə varsa qalacaq. Evimizin qazı, suyu, işığı, mərkəzi kanalizasiya sistemi, kombisindən bütün avadanlıqlar kimi hər bir şey mövcuddur. 4 tərəfli reşotkadır. Bu evimizin böyük bir dənə zalıdır. Hər tərəfdən çəkirəm. Baxın, bu evdə sanitar qovşağı var ki, yəni, deyiləsi deyil, gəlib görüləsidir. Onun böyüklüyünə bir dənə baxın. Valla, adam o hamam tualetdə tenis oynayır. Bax. Geniş sanitar qovşağı. Dəyərli izləyicilər, evimizin bu da mətbəxi. Yəni, xanımların belə deyək də arzu olunmaz gününün keçirdiyi bir də ərazi, mətbəx. Çox böyüdür, yüksək səviyyədə. Hələ sizə evin, bax, nərdivanını göstərirəm. Taxta ilə işləmələrini göstərirəm, bax. Yox, yüksək səviyyədə iş görülüb burada. Yəni, adam qoyulan əziyyəti gərək danmasın da. Bax, bura. Bax, bu kondisioner deyirdim götürüləcək. Görün, nə yüksək səviyyədə iş görülüb bu evdə. Baxın. Bu evi tərif eləməyə dəyər də yəni. Bax, otaqların böyüklüyü, genişliyi. Yəni, həqiqətən qıvraq ev deyil də yəni. Gəl bu evə səni tam yaxından hər şeylə tanış edəcəm. Bizdə də bu evdə aboy vurulmalıdır. O da gələcəksən, qiymətdə indirim olacaq, necə lazımdır söhbət eləyəcəyik. Bu da sanitar qovşağı.